Lamine Yamal'ın Payk və Shakiranın keçmiş evinə göz dikməsi barədə qısa bir icmaldır. Deməli, söhbət nədən gedir? Baxın, İdman biz xəbər verir ki, Barselonanın parlayan gənc ulduzu Lamine Yamal, klubun keçmiş müdafiəçisi Gerard Payk və dünya şöhrətli müğənni Shakiranın bir vaxtlar yaşadığı o məşhur malikanəni almaq istəyir. Yaxşı, bəs burada əsas məqamlar nədir? Əvvəla, Yamalın planı deyilənə görə bu evi alıb, müğənni sevgilisi Niki Nicole'la elə birlikdə orada yaşamaqdır. Yəni, yeni bir yuva qurmaq niyyətindədir. İkincisi, bu ev elə-belə bir yerdə deyil. Espluceste Llobregat'da yerləşir, çox prestijli, həm də məxfiliyi ilə tanınan Ciutat Diagonal kompleksindədir. İşin maraqlı tərəfi odur ki, Yamal orada komanda yoldaşları Alejandro Balde və Ronald Araujo ilə də qonşu olacaq. Və nəhayət, gəlin unutmayaq ki, Yamal bu mövsüm necə çıxış edir. La Liga və Çempionlar Liqasında cəmi 8 oyuna çıxıb, 3 gol vurub və 5 məhsuldar ötürmə edib. Bu da göstərir ki, o təkcə meydanda parlamır, həm də belə böyük bir addım atmaq üçün kifayət qədər statusa və yəqin ki, imkana sahibdir. Bir sözlər, bu gənc ulduz həm meydanda, həm də meydandan kənarda gündəmdə qalmağa davam edir.